Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə şəxsi tikili 3 otaqlı həyət evi çəkib təqdim edirəm. Çəkilişə başladıq qonaq otağından. İri bir qonaq otağıdır. Və burada padval da var. Həyətini də sizə göstərəcəm. Evimizin birinci yataq otağıdır. Bütün pəncərələri öz həyətinə baxır. Burada çöldən də sizə göstərəcəm. Toyuqçu saxlayırlar vaxtı ikən. Yerleşim yeri Xırdavan şəhərində. 26-cı məhəllədə. Bu da ki, ikinci yataq otağıdır. Bütün pəncərələr dəmir reşitkalarına qədər var. İndi həyətdə çıxıb sizə göstərəcəm. Burada evimizin ayaq yolsudur. Burada da ki hamamdır. Qaz, su, işıq daimidir. Evimizin mətbəxi. Təzə mətbəx mebeli yığılıb. Uzun illərin evidir. Təzədən təmir olunub, çıxıb satışa. Bu da onun həyəti. Bir 3 maşınlıq həyəti var. Evimizin fasad görüşünü sizə təqdim edeyim. Burada gördüyünüz kimi üzüm tar vardı. Evin hər tərəfinə keçimi olur. Burada manqalxanasıdır. Evimizin arxa tərəfi. Bu da ki göstərdiyim yer. Burada toyuqcu saxlayırlar vaxtı ikən. Uzun illəri bir də şəxsi tikilidir. Evimiz kupçalıdır. Yeri əla yerdədir. Burada su çəni var. Hər ehtimala qarşı 2 tonluq evin interneti və burada ki korosuntusu da var. Kim alsa Allah xeyir versin. Qiymət 78.000 manatdır.